Selamünaleyküm. Belə bir iş təqdim edirik sizə. Bu işin əvvəli montajın yarı hissəsini çəkib göstərmişdim. İndi isə toplu pollar çəkilmiş halda vəziyyətini çəkib göstərirəm, təqdim edirəm. Bu balkon hissədir, orada atapleniyə aid kollektordur və toplu pollara isti döşəməyə aid kollektordur. Bu hissədə termoregulyator quraşdırılır. Bu regulyator istədiyimiz dərəcə temperaturu isti döşəməyə ötürməyə xidmət edən bir aksesuardır. Bu da bizim mətbəx hissədir. Buradan balkondan gələn xəttlər belələr paylanma verilmişik. Burada xanaya belə olduğundan o hissənin altına ehtiyac duymamışıq çəkməyə. Üzərə dolu elə bir o hissədə də 50 sm yerdə şkaf yerləşəcək. Belə bir bu hamamımızın biridir. Burada divar unikas, isti döşəməsi, duşu. Burada da